Hər birinizi xoş gördüm. Yeni vloqumla sizləri salamlayıram. Xatırlayırsınızsa bundan öncəki vloqda Şamaxı seminarına hazırlıq çəkmişdim, amma artıq biz yola düşürük. 157 nəfər, böyük bir kollektiv xanımlar. Yığışmışıq, 3 böyük Ikarus gedirik. Şirkətimiz sağ olsun 5 ulduzlu oteli seçir bizim üçün. 2 gecə, 3 gün biz orada seminar, biz qala gecəsində iştirak eləyəcəyik, özümüzü inkişaf elətdirəcəyik, dincələcəyik, əylənəcəyik və gözəl motivasiya ilə geri qayıdacağıq. Mən keçən ildə aprel ayında getmişdim Şabran seminarına. O vaxt vlog çəkməmişdim. Bu da mənim ikinci seminarımdır. Nə qədər seminarlara gedəcəm, hər birini YouTube kanalında sizlərlə bölüşəcəm. Burada artıq mən Şamaxıya ilk dəfə gedirəm. Şamaxıya çatmaz hiss elədim ki, hava tutqun və soyuqdur. Mən heç soyuq havanı sevmirəm. Özüm dağlıq, ucqar kənddə böyümüşəm. Sevmirəm. Yəni özüm də biraz soyuqlamışdım. Heç sevmədim havanı, amma demək olar ki, otelə çatmaz mənzərəni görəndə, oteli görəndə, yəni bütün soyuqluğu demək olar ki, unutdum. Yəni çox gözəl bir mənzərə gördüm. Amma onu deyim ki, sizə ümumiyyətlə hər bir xanıma tövsiyə edirəm. Çalışın, öz ayaqları üstə durmağı bacarın. Heç kimdən asılı yaşamayın bu həyatda. Nə olur olsun, istər təhsillisiniz, istər təhsil almamısınız, evdar xanımsınız, bu biznes sizin üçündür. Bugünkü gündə bizneslər sırasında ən öndə gedən şəbəkə biznesidir. Mən bunu indi anlayıram. Çünki biz istənilən bir işdə daimi özümüz çalışmalıyıq. Amma şəbəkə biznesi komanda işidir. Komanda işində daha sənin işin rahatlanır. Çünki özün işləməsən də komandan işləyir. Yəni müəyyən müddət komanda qurursan, bərkidirsən, şəbəkələrin böyüyür, komanda gedir, artıq sən bir fərdi sahibkar, sən bir yüksək rütbəli lider olursan və komandanda da səndən sonra pul qazanan xanımlar olduqca artıq sən yavaş-yavaş rahatlığa çıxırsan. Ona görə də hər birinizə tövsiyə edirəm ki, maksimum çalışın ki, kimdənsə asılı yaşamayın. Hal-hazırki bizim dövrdə evdar xanımlar üçün belə imkanlar var. Mən özüm evdar xanım, öz həyatımı bu şirkət sayəsində dəyişmişəm. Mən artıq öz otağıma keçmək üçün kartımı götürəcəm. Şirkətimiz brilliant rütbələrinə görə bizə xüsusi olaraq gözəl bir yəni otaqlar təşkil eləyib. Ona görə də gəlin birlikdə izləyək, görək bu dəfə şirkətimiz bizə necə bir şərait yaradıb. Sizlərlə bir yerdə öz otağıma daxil oluram. İndi özünüz baxın. Mən deməyim, kamera desin. Yəni kameraya ona görə çəkirəm ki, dəbdəbəyə özünüz baxın. Hər şey öz yerində, televizor öz yerində. Bizim üçün kofe, çay qoyurlar hazır. Düzdür, bayır çox gözəldir. Oturub gözəl hava olsaydı çay, kofe içə bilərdik. Amma tutqun hava bizə imkan vermir ki, biz burada dincələk. Mən bəyəndim qızlar, siz də bəyənsəz mütləq fikirlərinizi yazın. Həqiqətən də çox gözəldir. Yəni sağ olsun şirkətimiz hər şeyi nəzərə alıb, sağ olsun bizə xidmət göstərən bu otelin işçiləri. Xanımlar o qədər təmizkar idi. Başı bağlı, qəşəng, təmiz, əlcək əlində. Yəni xüsusi belə bir təmizliyə diqqət yetirirlər. Ona görə çox sevdim. Bu arada qeyd edeyim ki, mən artıq səhər-səhər üzümü, dişimi yoram, hazırlaşıram və bugün artıq biz başlayacağıq. Səhər yeməyinə gedəcəyik, sonra artıq biz seminara gedəcəyik, təlim alacağıq, sonra artıq bizim bugün axşam qalı gecəmiz olacaq. Mən hər zaman deyim ki sizə, əslində səhər təlimini qısa olaraq çəkə bilmədim. Çünki telefonun zərətqası o qədər az idi ki, hazırlaşdım, geyindim. Birinci dəfə, birinci təlimdə ağ köynək, qara şalvar, qara ayaqqabı geyindim. Ümumiyyətlə təlimlərdə ya ağ köynək geyinirəm çox vaxtı, ya da qara köynək geyinirəm. Belə yəni ki, ciddi geyimlərə çox diqqət yetirirəm. Onu da deyim ki, mən ümumiyyətlə sevmirəm çox abartılı makyaj eləməyi. Hər zaman yüngül makyaj eləyirəm. Çox xanımlar mənə baxanda heç üzümdə makyaj olduğu bilinmir. Çünki nə liner istifadə eləmirəm, nə göz tenindən çox abartılı istifadə eləmirəm. Yəni azacıq biraz yəni ki istifadə eləyirəm. Həqiqətən də təbiiliyə daha çox önəm verirəm.
İnsanlar fərqlidir, düşüncələr fərqlidir. Bəzən xanımlar daha çox öz, yəni ki, makiyajına diqqət yetirirlər, hər şey qaydasında. Mən özüm, özümə öyrəndiyimə görə daha belə istədiyim kimi makiyajı edə bilmirəm, amma maksimum çalışıram ki, üzümə yaraşan, üzümü, daha belə deyim ki, daha gənc, daha parlaq görünməsi üçün diqqət yetirəcək şəkildə makiyaj eləyim. İnşallah ki, siz də bəyənərsiniz. Hər bir məhsul Fabriki məhsulları idi. Dünən sizlərlə o biri əvvəlki vloqda paylaşmışdım. Çünki mən Fabriki məhsullarını istifadə eləyirəm. Sonda da təravətləndirici, nəmləndirici, makiyajı davamlılığını artıran sprey istifadə eləyirəm. Üz dərimiz dərhal dəyişilir o spreydən sonra. Mən belə seminarlarda ən çox bujiteri istifadə eləyirəm. Deyəcəksiniz, brilliant direktor haları bujiteri hara? Qızılları sevmirəm. Çünki fərqliyi sevirəm. Tez-tez dəyişirəm. Özdəki böyük həcmdə götürürəm. İlk təlimimizi yekunlaşdırdıq. Təlimdən sonra yeməyə daxil oluruq. Bugün yeməyimizi yedikdən sonra biraz gəzəcəyik. Deyim ki, sizə hava soyuq olduğuna görə mən otaqdan çıxa bilmədim. Çox görüntülər çəkə bilməmişəm. Yalnız qala gecəsinə hazırlaşıb gedəndə biraz görüntüləri çəkə bilmişəm. Çəkə bilməmişəm. Ona görə də düzdür, bizim yeməklərimizdən biraz çəkdim. Çünki bizim ümumiyyətlə hər şeyimiz olur burada yemək üçün. Hansını götürəsən, hansını saxlayasan özün də bilmirsən. Amma mən yüngülvari yeməkləri, maksimum pəhrizə lazım olan bir yeməkləri götürəcəm. Pomidordur, şit yeyirəm, xiyar, 1-2 zeytun götürdüm, 1-2 dilim kalbasa götürdüm və şirniyyatı sevmirəm. Əslində buranın şirniyyatı çox dadlıdır dedilər. Ona görə də 1-2 şirniyyat götürdüm, meyvə götürdüm. Hərəsindən biz eyni stolda 3-4 kollega oturduğumuza görə hərəsindən götürürük ki, hər kəs istədiyi bir şeyləri yesin. Ona görə də mən çörəksiz yeyirəm bu arada. Çünki yay aylarıdır, kökəlmək olmaz. Ona görə də maksimum buna diqqət yetirirəm. Onu da deyim ki sizə, düzdür, mən çəkiliş eləsəydim, bəlkə də 1 saat, 2 saatlıq vlog olacaqdı. O da artıq sizə maraqlı gəlməzdi. Ona görə mən təlimlərdən maksimum kəsmişəm. Demək olar ki, bizim 3 təlimimiz oldusa, 3 təlimdən birini çəkmişəm sizlərə. Davamlı təlimlərdən nə görüntülər çəkim sizlərlə bölüşüm. Yəni bir təlimdən çəkmişəm, qala gecəsindən çəkdim sizlərə və təbii ki, biraz həyət mənzərəsi, bizim qalı gecəmizin mənzərəsi çox gözəl idi, oradan çəkdim. Bəlkə də hava yaxşı olsaydı çöldə keçirdərdilər, amma hava çox soyuq olduğuna görə mən nə çox gəzdim, nə çox yəni ki əyləndim. Ona görə də özüm də həqiqətən də demək olar ki, gəlib çatandan sonra gördüm ki, qızdırmam toz 9 olub və dərman içib biraz babat olmuşdum ki, ona görə yəni ki, xüsusi olaraq dedim sağlamlığıma bugün diqqət yetirim. Deyəcəksiniz ki, bu xanım nə qədər şeylər götürdü, bunların hamısını yeyəcək, yox hamısını yemirik. Yəni hərəsindən biraz götürürəm, amma hamısını yemirəm. Yəni burada bəlkə də götürdüyüm şeylərdən 1/3 hissəsini yeyəcəm. Çox xanımlar kofe götürdülər, mən çay götürdüm. Çox gözəldir, çay dadlıydı. Belə yəni ki, əslində çayı o qədər də başqa yerlərdə içəndə sevmirəm. Yəni xoşum gəlmir. Özüm qəşəng dəmliyim, içim, amma burada çox qəşəng idi. Beləcə biz həmin günü yekunlaşdırdıq və növbəti günümüzə başladıq. Növbəti gündə biz səhərimizi yenə də biraz açıq hava ilə açdıq. Səhər-səhər bir acı kofe dəmlədim özüm üçün. Dedim, mənzərəyə baxaraq elə soyuq da olsa qızdırmam artıq azalmışdı, içim bir dənə. İndi növbəti dəfə gedəndə mütləq sumkamda qənd aparacağım ki, kofeyə atım, biraz acılıq getsin. Hər şeydə nə qədər gözəl hazırlayıb. Və biz növbəti gün indi biraz istəyirəm ki, təlimdən sizə görüntülər çəkim. Təlimə artıq bax belə bir zalda 3 təlim aldıq. 3 təlimin hər biri çox gözəl idi. Xanımlar maraqlı şəkildə çəkilişlər alır, paylaşır. Yəni deyim ki, sizə üst səviyyədə spikerlərimiz keçirlər. Yəni öyrədici təlimlərdir.
həqiqətən də getməyə, zaman xərcləməyə dəyər, çəkilişlər alırıq, şəkillər çəkirik, oturuq, dinləyirik və gəlirik, qayıdırıq. Dincələndən sonra hazırlaşıram nəhayət ki, ikinci günün axşamı qala gecəmizə. Qala gecəmiz çox dəbdəbəli olur, çox gözəl şəkildə keçirilir. Xanımların təbrikləri olunacaq, rütbələrə görə səhnələrə çıxacaq. Keçən il Şabrana gedəndə demək olar ki, Brilliant rütbəsinə görə çıxmışdım ilk dəfə seminara. Təsəvvür edin ki, mən Brilliant rütbəsinə qədər seminarlara gedə bilməmişəm. Brilliant rütbəsində ilk dəfə Şabran seminarında çıxmışdım səhnəyə və təbrik olundum. Bu il təbii ki, mənim yeni liderlərimin təbrikləri olunacaq. Qürur duyuram ki, yüksək rütbəli liderlər yetişdirirəm. Və qala gecəsinə saçlarımı yığdım. Mənim nastavnikim yuxarıdan mənə bir-iki hörük taxdı və yüngül bir makyaj elədim. Özünüz görürsünüz, üz parıldayır. Və artıq düşdük həyətə. Həyət mənzərəsini çəkəndə deyəcəksiniz ki, wow, heyf, kaş ki hava isti olsaydı, sizlərlə daha çox çəkilişlər çəkib paylaşardım. Hara gedirik, hər kəsin əlində telefon, çəkilişlər, yəni doğrudan da. Görürsünüz xanımlar, deyirəm ki, bura mütləq ailəmlə gedib bir gün isti hava olanda, yayın ən isti vaxtı gedib gərək dincəlim. Bizim qızlarımız mənlə bir yerdə gedirlər, mənim direktorlarımdır. Və bu da bizim qala gecəmizin mənzərəsi. Gözəl, dəbdəbəli zal, xüsusi yeməklər, xüsusi stollar, hər kəsin nömrəsi yerində, xüsusi təbriklər, qızlar səhnəyə çıxır, qızlar yəni işıq saçır, əl eləyir, təbriklər alır. Maşallah olsun, çox gözəl, dəbdəbəli keçir bizim seminarlarımız, qala gecələrimiz. Yəni deyim ki sizə, əvvəllər mən baxırdım, görürdüm, yəni yalnız səhifələrdə izləyirdim. Bugün bax, bunlar özüm qazandım, buralarda özüm oldum. Yəni bunun üçün mənə kim dəstək oldu? Heç kim, özüm. Özüm öz ayaqları üstə durmağı bacardım. Çünki mən bacarmaram demədim, məndə alınmaz demədim, mənim çevrəm yoxdur demədim. Öyrəndim, başladım, çalışdım, bax belə bir gözəl həyatı əldə etdim. Hər birinizə tövsiyə edirəm. Yenə də qeyd edirəm, çalışın, öz həyatınızı dəyişin. Və biz qala gecəsindən sonra növbəti 3-cü günün səhəri artıq oyandıq və yenə də biz bilir ki, artıq gedirik, ona görə də bayırda çox gözəl bir günəş gəlib. Artıq mən yığmışam çamadanımı, hazırlaşmışam. İnanın ki, elə bir ki, elə indi gəlmişdim, təzə yerləşmişdim, artıq yığışıb gedirik. Deyəndə 3 gün 2 gecə deyirlər, amma tez getdi həqiqətən də. Növbəti inşallah ki, vloqlarda sizlərlə daha gözəl çəkilişlərdə görüşənədək dəyərli izləyicilərimiz, bəyənin, yorumlarda fikirlərinizi yazın, abunə olun, maksimum çalışın, paylaşın linki, qoy, yəni ki, hər video paylaşanda xəbəriniz olsun. Bu qədər. Yəni növbəti inşallah ki, paylaşımlarda sizlərlə bir yerdə. Təhvil verdik biz öz kartlarımızı. Bizim artıq e-kartlarımız hazırdır və biz yavaş-yavaş yola düşdük. Sağ-salamat hər kəs öz evlərinə. Belə görürsüz, gəldiyimiz vaxt gözəl mənzərədə, gözəl hava açılıb demək olar. Amma yenə də tutqunludur. Təşəkkür edirəm hər birinizi. Göz haqqınızı halal edin.